Deməli belə, gəldik ən çətin mövzulardan birinə, 2 yaş sindromuna. Niyə ən çətin mövzulardan biri? Çünki mən asfaltın ortasında, deməli maşın yolunun ortasında topla oynamaq istədiyi üçün qızına icazə vermədim deyə özünü asfalta çırpıb, quma, palçığa batırdığı günü xatırlayıram bu mövzudan danışanda. Və yaxud da ki, sırf bilmirəm, bekarçılıqdan mı deyim, yoxsa belə qıcıq olsun mu deyim, nə deyim bilmirəm. Yəni nə səbəblər olduğunu bilmədiyim halda bazarın ortasında yalan olmasın yarım saata qədər oturduğum günü xatırlayıram. Hətta bununla bağlı TikTokda bir videoda paylaşmışdım. Bəlkə də kiminsə qabağına çıxıb. Yəni bu mövzudan danışanda o günlərə geri qayıdıram ki, daha da bəlkə də şedevrlar olub, amma niyəsə mənim yadımda qalanlar ən çox bunlardır. Deməli mövzumuz dediyim kimi 2 yaş sindromudur. 2 yaş sindromu niyə başlayır, hansı dövrləri əhatə edir, bugün bunlarla bağlı da danışırıq. 2 yaş sindromu uşaqlarda 18 aylığından etibarən başlayıb 3 ay yaşına qədər davam edə biləcək bir prosesdir. Yəni uşaqlar bunda 18 ayında başlaya bilər, uşaqlar 20 ayında başlaya bilər. Yəni uşağın inkişafından və özünü ifadə edə bilmə qabiliyyətindən asılı olan bir şeydir. 2 yaş sindromu nə üçün olur deyə soruşsanız, araşdırırsanız özünüzə görərsiniz ki, uşaqlar bu dövrdə öz duyğularını ifadə edə bilmirlər. Söz bazaları az olur, yəni fikirlərini sözlə ifadə edə bilmirlər. Hisslərinin, duyğularının nə olduğunu bilə bilmirlər. Məsəl üçün, acdırsa, aclığın nə olduğunu bilə bilmədiyi üçün və yaxud da ağrıyırsa, ağrının nə olduğunu izah edə bilmədiyi üçün bu dönəm onlarda biraz daha çətin keçir və özlərini ifadə edə bilmədiyi üçün müxtəlif yollara əl atırlar. Bu yollar hansılardır? Belə ki, 2 yaş sindromunda uşaqlar səbəbsiz yerə ağlaya bilirlər, ağlama krizlərinə girə bilirlər. Sizinlə durduq yerə inadlaşa bilərlər, heç bir səbəb yoxkən inadlaşmalar edə bilərlər. Yuxu rejimləri bərbad olur, yuxu rejimləri çox pis şəkildə pozulur, iştahsızlıq yaranır, yeməklərlə ciddi bir problem yaşayırlar. Durduq yerə özünü yerlərə ata bilirlər ki, bəlkə də qabağınızda bu tərz videolar çıxıb, özünüz də görmüsünüz. Səbəbsiz yerə qışqıra bilirlər, vura bilirlər. Bu proseslər əgər sizdə də baş verirsə, gözünüz aydın, siz də 2 yaş sindromuna keçmişsiniz. Bu zaman bəs biz valideynlər nə etməliyik?